200 dollar dəyərində pulsuz server necə ala bilərsiniz? Burada N8 sisteminizi necə avtomatik olaraq qura bilərsiniz? Bu gün bunu göstərəcəm. İlk öncə bizim micmadan bəhs edeyim. Sizə süni intellekti tam sıfırdan öyrədirik videolarla, hazır video dərsliklər şəklində. Və burada hər dəfə, hər gün canlı yayımlarımız olur. Burada qoşulub rahatlıqca bizə qoşula bilərsiniz. Metodumuzu burada paylaşmışıq. Gördüyünüz kimi 200 dollar dəyərində pulsuz VDS VPS 2 aylıq. Gəlirsiniz bura, daxil olursunuz sonra bura free trial linki aşağıda qoyacağım tam olaraq. Free trial daxil olduqdan sonra gördüyünüz kimi burada nə yazıb? 60 gün içində 200 dollar kreditinizi əldə edin. Normal olaraq qeydiyyatdan keçirsiniz və əldə edirsiniz 200 dollarlıq kreditinizi 2 ay boyunca rahat şəkildə istifadə edirsiniz. Bir də belə deyim, məsələn istifadə elədiyiniz 2 ay içində 200 dollarlıq kreditinizi rahat bir şəkildə sonra yenə pul vermək istəmirsiniz, məsələn həmin məlumatlarınızı store edirsiniz bir yerdə və o birisi server bir dənə də bundan hesab açırsınız və bu server keçirsiniz. Beləliklə pulsuz yararlana bilərsiniz. Amma belə bir çətinlik var burada. Yəni bir kompüterlə, bir telefonla mı deyim, yəni bir dəfə istifadə eləmək olur, yəni hesab açmaq olur. Sonraları açanda istər-istəməz bloka gedir. Gəldik məsələn buradan loginizi, parolunuzu yazdınız, yəni register oldunuz. Bunlar asan şeylərdir. Yəni bu qədər sadədir. Sonra gördüyünüz kimi gəlirsiniz bura 200 dollarlıq kreditinizi verir. İndi məndə burada fərqli GitHub hesabı olduğu üçün vermir. Həm də GitHub hesabı əgər tələbəsinizsə GitHub Education Pack var. Burada ki bir illik olaraq sizə şey verir. DigitalOcean yazaq bilənlər. DigitalOcean gördüyünüz kimi buradadır. Web Development DigitalOcean. Gördüyünüz kimi burada sizə DigitalOcean'da əlavə olaraq 1 illik burada prosto verir. Bu linkdən keçsəniz 200 dollarlıq verir. Bu GitHub Pack'dən keçsəniz 1 illik sizə 200 dollarlıq kredit verir. Və burada dashboarddan tanışaq biraz. Dashboardumuz belədir. Burada droplet yeri var, inference yeri var. Bizə droplet yeri lazım olacaq. Deməli biz dropletə daxil oluruq. Create droplet deyirik. Biz bir dənə droplet yaradırıq. Məsələn Torontolar, New York olar. Sonra başqa hara var. Məsələn Azərbaycanın ən yaxşı olan şeydir. Almanya, London. London seçək məsələn. Regular disk var, premium disk var. Məsələn burada fərqli optimized CPU-lar var. Bunlar amma gərək request atasınız, elə açırlar. Yoxsa belə açmırlar. Ona görə basic-dən başlayaq. Məsələn gəlirsiniz, məsələn Intel seçirsiniz. NVMe SSD yaxşıdır. SSD sadə məsləhət görmürəm. Məsələn 2 aylıqda sizdə 200 dollar verir. Burada məsləhət görürəm ki, məsələn 64 dollar 2 aya nə qədər eləyir? Nə qədər eləyir? 5 nə qədər? 130 manat eləyir da. 130 dollar eləyir. Gördüyünüz kimi yerdə yəni kredit qalır. 130 yox 128 deyir də. Yerdə kredit qalır da. Yəni rahat şəkildə məsələn bunu istifadə edə bilərsiniz. 4 CPU 8 RAM. Gəlirsiniz bura, sonra password yazırsınız. Məsələn bir dənə random bir dənə password asaq bir dənə. Random password. Yəni açılsın. Copy. Kopyaladıq. Buraya bir dənə yapışdıraq. Kopyaladıq. Sonra gəlirsiniz, SSH ilə bağlana bilərsiniz. Parolla daha rahatdır. Və create droplet deyirsiniz. Sizin üçün bir dənə VPS yaradır. Gördüyünüz kimi hal-hazırda VPS yaradır. Mən bir də serverlərimə qoşulmaq üçün Termius var. Termius. Bunu istifadə edirəm. Yəni sizə çox məsləhət görürəm. Çox əladır, çox rahatdır. Yəni telefondan falan da rahat girə bilirsiniz, istifadə edə bilirsiniz. Yəni terminalla da eləyə bilərsiniz SSH-ilə. Yəni Termius daha sadədir. Gözləyək bizim dropletimiz açılsın. Açıldı. Bir dənə məsələn bura gəlirsiniz. Plus var burada gördüyünüz kimi new host. New hosta gəldikdən sonra gəlirsiniz burada parol yazırsınız. Bir də burada default olaraq şeylərdə DigitalOcean'da root izni verir yəni ki. Credentials'a root yazırsınız. SSH port 22. Buradan dəymirik. Biz də IP-sini yazırıq. Public IPv4 gördüyünüz kimi buradadır. Görək videomuz davam edir. Public IPv4 gəlirsiniz bura. Yapışdırırsınız IP or hostname. Sonra yaddaşa vuraq, connect olaq. Gördüyünüz kimi bizim üçün rahat bir şəkildə connect oldu gördüyünüz kimi. List nə idi? Clear. Sonra məsələn bura N8 yükləməyə öyrədir sadə bir şəkildə. N8 açıq qaynaqlı bir proyektdir. Ona görə məsələn bunlarda pricingdə gördüyünüz kimi
Yani 800 dollara 40k execution verir, ama bunu serveri öz serverimizə qoşdaq N8-i rahat bir şəkildə, yəni heç 800 dollardan tez 10 manat verməyə ehtiyac yoxdur. Yəni pulsuz olaraq rahat istifadə edirsiniz. Buraya yazaq N8 download Ubuntu. Bizim üçün şey verəcək, avtomatik install verəcək. Deməli bunlar yazırıq, yapışdırırıq bura. Bunlar nədir? apt update və upgrade bu serverin Ubuntu məlumatlarını, pakejlərini güncəlləyir və bunu yükləyək. Ümumiyyətcə, bir dəqiqə N8 open source download. Burada şey olmalıdır, N8 Workflow'un öz rəsmi saytı. N8 ayı tapdım. Docker'la da yükləmək olur. Yəni başqa nə yükləmək olur? Bu ona kimi o arxa planda update eləsin. Sırf N8 qurmaq istəyirsinizsə, yəni bunlar kod falan yazmaq istəmirsinizsə, burada şey olmalı, səhv etmirəmsə. Bizə dəqiqə create deyək, droplet deyək. Sırf N8 yaratmaq üçün deyirəm də, yəni axotunuz yoxdursa, yəni kodla falan yazmağa, terminal komandalarla yazmağa. Bura marketplace yazır gördüyünüz kimi. Marketplace-ə daxil olursa, bura N8 yazırsınız. N8 gördüyünüz kimi N8 gəldi. Minimum disk 25 GB olmalı gördüyünüz kimi. Gələk bir dənə buna yaradaq. London seçək bir dənə. Parol nə seçmişdik? Parol isə bu. Create droplet təzədən yaradaq bir dənə dropletimizi. Bizim üçün artıq avtomatik olaraq N8-ni qurur. Əgər terminaldan heç başınız çıxmırsa, məsləhət görürəm ki, yəni ən azından öyrənməyə çalışın bir şey, yəni sabit bir yerdə qalmayın, bildiniz necə. İndi bir dənə açılsın. Gördüyünüz kimi hal-hazırda açılıbdır. Arxa planda yüklüyür, səhv etmirəmsə. N8-ni indi biləcəyik. Bizim üçün indi bu şeyi harda yaradıb, maraqlı bir sual yarandı. N8'nin public URL'ini, bəlkə bu elə şeyin özündə yaradıb. Signal update and remove your default preferred use. Actions'a gələk, connect details. Məsələn bunu bağlayaq, bir dənə təzədən bir dənə şey açaq buradan. New host deyək, bunu deyək, parolu budur. Sonra bunun parol nə idi o? Buydu. Səhv etmirəmsə bir dənə connect deyə girdim. Gördüyünüz kimi bizim üçün N8'ni qurdu hal-hazırda gördüyünüz kimi. Deyir ki, subdomain nədir? Default olsun enter. Domainim yoxdur. Subdomain burada domain qoymalısınız. Bunu da pulsuz domain aça bilərsiniz əslində. Alabolo Cloudflare tunnelingdən də eləyə bilərsiniz. Burada sadəcə bizdə şey istəyir hal-hazırda bizim üçün tunneling istəyir. İndi bunu ləğv eləyək. Bir dəqiqə mən videonu dayandırım. Videonu dayandırdım, elə yandırdım, təzədən yenidən qoşuldum sizlərə. Demək, harda qalmışdıq? Sizin üçün bir dənə domain istəyir. Domain nədir? Bir dənə 5 dollarlıq, 10 dollarlıq domain alırsınız. Məsələn, şirinlik.com bizim domainimizdə. Gəlirsiniz bura avtomatik yazırsınız. Sizin üçün avtomatik olaraq hamısını eləyir. Burası sadəcə həmin IP bu IP-yə qoşulu olmadığı üçün siz N8 xəbərdarlıq edir ki, yəni bu IP bura bağlı deyil də, yəni dropletə bağlı deyil. Gördüyünüz kimi yazıb ki, doesn't point this droplet IP. Bu IP-yə bağlı deyil. Buna əlavə olaraq Cloudflare ilə tunneling edə bilərik. Sadəcə o biraz uzun məsələdir. Bugünkü videomuzun məsələsi o deyildi. Bugünkü videoda sadəcə qısa olaraq necə 200 dollarlıq bir VPS VDS alırsınız onu göstərdim. Əlavə olaraq ki, qurulumu sadələşdirmək üçün biraz connect-dir, SSH-dır, bu bilgiləri sizlə paylaşdım. Yəni tam olaraq videomuzun mənası bu deyil idi. Digər videoda onu göstərə bilərəm N8 barəsində, necə pulsuz olaraq qurulur bundan. Videomuz bu qədərdir. İzlədiyiniz üçün təşəkkürlər. Əlavə bir sualınız varsa buyurub paylaşa bilərsiniz bizlə. Şərh yazsanız sevinərəm. Kanalıma abunə olun, like atın. Əgər hər hansı bir mövzuda köməyiniz varsa bizlə əlaqəyə keçə bilərsiniz. Hələlik çox sağ olun.